Belə görünür ki, Azərbaycan hökuməti nəhayət bu erməni kimliyinə qarşı nifrətin dozasını aşağı salmaqla bağlı hansısa proqramları həyata keçirməyə başlayıb, sülh prosesinə mədəniyyətdən başlamaq qərarının verilməsi müşahidə olunur. Nədən belə qənaətə gəldi? Aprelin 20-sində erməni əsilli müğənni Aleksey Çumakov Bakı şəhərində konsert verəcək. Artıq əksər biletlərin satıldığını bildirən Azərbaycan mediası bilet qiymətlərinin sadə vətəndaşlar üçün əlçatmaz olduğunu, qiymətlərin 49 manatdan başlayaraq 599 manata qədər yüksəldiyini qeyd edir. Kimdir bu konsert verən Aleksey Çumakov? O, 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının Bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir. Hətta 2020-ci ildə də Bakıda konsert verən Çumakova hakim ailə tərəfindən razılıq verilmişdi. Çumakovun atası Georgi Georgiyeviç Bolqardır, anası Liliya Avanesova isə həqiqətən də Dağlıq Qarabağda doğulmuş ermənidir və Liliya Avanesova səhv etmirəmsə 2011-ci ildə vəfat edib. Azərbaycan mediasında qeyd etdiyi kimi Çumakov sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışır. Hətta paylaşdığı son videoda da ermənilərin kababı necə yeməsindən söz açır. Erməni izləyiciləri isə öz növbəsində ona bizim yaraşıqlı erməni oğlan deyə şərhlər yazırlar. Bir sözlə Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməni irsini təbliğ edir. Maraqlıdır, bəs Çumakovun Bakıya gəlməsinə razılıq verən və ona səhnə verən kimdir? Bilet satışı elanlarından da gördüyünüz kimi Çumakovun konserti Bakı Konqres Sarayında keçiriləcək. Bu məkanda İlham Əliyev beynəlxalq konferanslar keçirir, Ermənistanın Azərbaycana qarşı məkirli siyasətindən danışır və s. Aleksey Çumakov da həmin səhnədə konsert verəcək. Bakı Konqres Sarayı qeyri-rəsmi olaraq 1-ci vitse-prezidentin köməkçisi, prezident aparatının gənclər və idman məsələləri şöbəsinin müdürü Yusuf Məmmədəliyevin nəzarətindədir. Oranın bütün gəlirləri və xərclərinə nəzarət hakim ailə tərəfindən Yusufa tapşırılıb. Azərbaycanın kimya alimi Yusuf Məmmədəliyevin adını daşıyan nəvəsinin erməni əsilli müğənnilərə o simpatiyasından hardan qaynaqlandığını yəqin ki, Dövlət Təhlükəsizlik Xidməti araşdırıb və bu konsertə də onlar razılıq verib. Razılıq olmasa konsertin əksər biletləri satılmazdı. Bir də ki, Yusuf Məmmədəliyevə bu addımına görə kim söz deyə bilər ki? O da cavab verər ki, hakim ailəyə məxsus Nardarandakı Sea Breeze istirahət məkanında hər il keçirilən Jara festivalına gələnlərin içərisində erməni əsilli müğənni yoxdurmu? Adam tam haqlı olacaq. Hakimiyyət illərdir Nardarana erməni əsilli müğənniləri gətirə bilir. Yusufun Çumakovu gətirməsi niyə problem olsun ki? Onsuz da bilet alanların çoxu vəzifəli şəxslərin ailə üzvləri olur. Hər halda belə görünür ki, Əliyevin çevrəsində bu qanlı düşmənçiliyə son vermək üçün bu cür pəncərələri açmağı uyğun sayanlar var. Bu yaxşıdırmı, yaxşı deyilmi? Nəticəsinə baxmaq lazım gələcək.